Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının rəsm əsərlərindən ibarət Akademiya rəssamlığı elmi idrak ilə bədii düşüncənin qovşağında adlı sərginin açılış mərasimi olub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, elmi zəkanın estetik təcəssümü olan, elmlə incəsənətin qovuşduğu belə bir sərginin ideya və təşəbbüsünə, həmçinin aktiv iştiraka görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlıq bildirib. O, Amiyada çalışan alimlərin əsərlərindən ibarət sərginin əhəmiyyətindən danışaraq bunu əlamətdar hadisə kimi qiymətləndirib və Akademiyanın 4 əməkdaşının Rəssamlar İttifaqına üzv qəbul edildiyini diqqətə çatdırıb. Onları təbrik edib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan prezidentinin 18 mart 2025-ci tarixli sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb və bildirib ki, bu sərginin əhəmiyyəti həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmasıdır. O, sözü gedən sərgini Azərbaycan Rəssamlar İttifaqının təsviri incəsənət tariximizin mühüm hadisəsi adlandırıb. Amiya rəhbəri qeyd edib ki, indiyədək xalq rəssamlarının, görkəmli fırça ustalarının həyatını bu sahəyə həsr edən görkəmli rəssamlarımızın əsərləri bu möhtəşəm sərgi salonunda nümayiş etdirilir. İlk dəfədir ki, bir kollektiv özünün alim əməkdaşlarının rəsm əsərlərini ictimaiyyətə təqdim edir. 80 ildə ilk dəfədir ki, akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgisi elmi qurumdan kənarda möhtəşəm sərgi salonunda belə bir miqyasda nümayiş etdirilir. Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının təklifini qəbul edərək əksəriyyəti gənclərdən ibarət olan akademiya əməkdaşlarının rəsm əsərlərdən ibarət sərgisini Vəcihə Səmədova adına möhtəşəm salonda təşkil etdiyinə, yaratdığı imkanlara görə İttifaqın sədri Fərhad Xəlilovun da əməyini yüksək qiymətləndirib. Akademik İsa Həbibbəyli bildirib ki, bu rəsmləri birləşdirən əhəmiyyətli cəhət həm də bədii mütaliə ilə elmi idrakın bərabər sintezidir. Qeyd edib ki, burada rəsmləri nümayiş etdirilən 28 müəllifin əsərlərinin mövzusunda, ideyasında onun bədii kompozisiyası qədər müəllifin də elmi düşüncəsi, axtarışı, tədqiqatı özünə məxsus yer tutur. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar sərginin əhəmiyyətini və böyük maraq doğurduğunu qeyd edərək dünya şöhrətli rəssam Leonardo da Vinci'nin də alim olduğunu bildirib və vurğulayıb ki, bu sərginin xüsusi maraq kəsb etməsinin başlıca səbəbi məhz alimlərin əsərlərinin nümayiş olunmasıdır. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa çıxış edərək sərginin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, bu tədbirin spesifikası fərqlidir və peşəkar nöqteyi nəzərdən burada dəyərli əsərlər vardır. Sonra xalq rəssamı akademik Ömər Eldarov çıxış edərək akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərginin incəsənət tariximizdə mühüm yer tutacağını bildirərək alimlərin əsərlərinin diqqətə layiq səviyyədə olduğunu, sərginin əslində elmin və incəsənətin kəsişdiyi hadisə olduğunu vurğulayıb. Daha sonra xalq rəssamı Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev çıxış edərək ilk dəfə də alimlərin əsərlərindən ibarət sərgidə iştirak etdiyini və çox maraqla qarşılandığını vurğulayıb. Memarlıq və İncəsənət İnstitutunun direktoru Amiyanın müxbir üzvü Ərtekin Salamzadə isə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley ilində bu sərgi mühüm hadisədir və akademiya daxilində keçirilən sərgiləri də daxil etsək, bu artıq 25-cisidir. Onun sözlərinə görə bundan əvvəl akademiyada belə sərgilər olmuşdu və orada müxtəlif sahələr üzrə alimlər, o cümlədən fizikaçı və riyaziyyatçılar, filoloqlar öz əsərlərini nümayiş etdirmişlər. Açılış mərasimindən sonra sərgi açıq elan edilib və qonaqlar rəsm əsərlərinə tamaşa ediblər. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.